Sənə bir sual. Məsələn, belə bir etiraz eləsəm ki, bu uyğunlaşa bilib mühitə, adaptasiya olub. Milyon illər ərzində ayaqda qala bilən bu olub. Ağ kəpənəklər də olub. Ağ kəpənək deyirsən Quşlar ki, yeyib, görünür buradan. bunlar həyatda qalıb. Təbii seçmə deyək də. Buna qarşı necə müdafiə edirsən ki, bu kəpənəyi Allah yaradıb? Mən uzun müddətdən baxmıram. Sırf bu kəpənək, Bəli, şəkildə bu gördüm. kəpənək milyon il ərzində yaranmayıb da, düzdürmü? Yox, bu məsələn Bu kəpənək, deyək ki, 2 həftəlik kəpənək. Bəli. 2 həftə əvvəl bu çıxıb deyək ki, yumurtadan, düzdürmü? Bu kəpənək yumurtadan çıxması üçün, yumurtadan mayenin buna dönüşməsi üçün, maye bu kəpənəyə dönüşməsi üçün bizə nələr lazımdır? DNT məlumat deyək ki, tamam, orada bir yığın məlumat var. O da cansız atomdur. O məlumatın belə reallığa, yəni vücuda gəlməsi üçün onun nəyə ehtiyacı var? Qüdrətə, həyata, elmə. Təkamül olsa və ya olmasa sənin bu söhbətinə hər hansı Heç bir dəxli yoxdur, yox. Təkamülü qəbul elədin. Heç bir dəxli. Bir anlıq qəbul elə. Qəbul edin, tamam. Yenə dəlilin keçərlidir. Bəli, 100%. Çünki təkamül mən milyon il ərzində mənim maraqlı deyil. Mən hal-hazırda 2 həftə əvvəl çıxan kəpənək üzərindən müşahidəmi sürdürürəm. Yəni yumurtadan kəpənəyə yenə də bir ilaha, bilikli ilaha ehtiyac var. Sən dedin burada DNT orada olsa, DNT dediyin zaman DNT bir yığın atomlardan ibarətdir. Sən mənim Allaha aid etdiyim sifətləri sən orada DNT-nin tərkib olunan atomlara aid edirsən. Yəni sən burada yaradıcını inkar eləmirsən. Sənə sənətkar arqumenti sənin tərəfindən də inkar olunmur. İnkar olunmur, bəli. Yəni dirijor kimi bir növ DNT-ni deyirəm. Sən milyonlarla ilahı qəbul edirsən, mən tək ilahı qəbul edirəm. DNT sağlamda heç bir xəstəliyi yoxdur. Sənin ilahın, elm sahibi, həyat sahibi ilahın buradan əlini çəksə, bu an həyat şəraiti var, günəş var, hər şey var. Tam sağlam, hər şey yerli yerində olan DNT-dən bu kəpənək çıxmayacaq. Yox. Sənin ilahın əlini çəkənə çıxmayacaq. Ümumiyyətlə özü şəkildirsə, günəş çəkdi demirəm. Günəş də ordadır, DNT də ordadır, bütün uyğun şərait ordadır. Sadəcə sənin ilahın bilgisini çəksə orada. Çünki o əlini çəksə hər bir şeydən, onlar anda yox olar. Yox, mən onu demirəm. Fərz eləyək ki, günəş də orada, hamısı ordadır, hamısı orada saxlayır. Sadəcə bax bu DNT və yumurtanın içindən sənin ilahın əlini çəkdi. Yox. Yəni amma günəş də ordadır. Mənim ilahım yalnız bunun ilk əcdadının yaranma prosesini eləyib qaranda qıraqlıq çəkilməyib. Mənim ilahım bunun ilk əcdadı, ilk babası deyək və bundan sonra gələn hamısının və ən son çıxan kəpənəyin belə hamısının yaradılmasında anbaan iştirak edir. Yaradılmasında və varlığının, vücudunun sürdürülərək həyatının sona çatmasında. Bütün mərhələlərdə anbaan iştirak edir. Bir dənə mərhələdən əlini çəkib 999 milyon 999 mərhələdə yeni davam eləsə, o bir dənə mərhələdən əlini çəkməklə o proses yeni ləğv olur.